Keçən dərsdə biz Excel proqramında məlumatları müqayisə etdik. Bunun üçün iki üslubdan istifadə etdik. Birinci VPR funksiyası, ikinci şərti formatlaşdırma əmri. Bu gün üçüncü üslubdan istifadə edəcəyik. Bu pivot cədvəllərdir. Pivot cədvəllərini keçən dərsdə keçdik. Və bugün biz baxıb görəcəyik ki, bu cədvəlləri məlumatları müqayisə etmək üçün necə istifadə etmək olar. Gəliz bu vərəqi kopyalayayım. Yəni sürətini çıxardıram. Yerləşdirdik burada. Gəliz adını dəyişək. Yox, burada pivot. Bu iki sütun bizə lazım deyil. Ləğv edirik. Buradan da gəlir biraz məlumatları azaldaq ki, hər şey bir vərəqdə görsənsin. Yəni bir səhifədə görsənsin. Saxlayaq. Bu hissəni, bu cədvəli bir balaca köçürdək bura. Belə. Hələlik burada olsun. Və burada başlıq yazaq. Deyək ki, kod. Və burada fərqlənmə nişanı göstərmə yazaq. Fərq. Burada yığırıq. Qaraldaq belə. Yığırıq. C1, yəni cədvəl 1, Ctrl Enter. Belə eləyək. Bu cədvəli köçürdürük aşağı. Bura. Burada yığırıq isə C2, yəni cədvəl 2, Ctrl Enter. Və belə hazırlıq işləri apardıq. Və burada görürsünüz 2 kod bizdə yağlıdır. Yəni bu kodlar ikinci cədvəldə yoxdur. Eynidən bu kodları demək olar yazıları yağlı eləyək. Yəni 43-40 da burada yoxdur. Bir də 15 94, 55-94 səhvələrim. Bəli, 55-94 də yoxdur. Bu iki kod birinci cədvəldə yoxdur. Bu iki kod isə yağlı ikinci cədvəldə yoxdur. İndi gəliz görək pivot cədvəlləri ilə bunu necə təyin eləmək olar. Əksər hallarda pivot cədvəllərdir. Növbəti, yəni vərəqdə yaradırlar. Keçən dərslərdə biz pivot cədvəlini keçəndə onları yeni vərəqdə yaratdıq. Bu dəfə isə bu vərəqdə yaradacağıq ki, rahat olsun müqayisə eləmək üçün. Qoyuq kursoru bura. Keçirik stavka insert cədvəlinə, tabına. Buradan seçirik swodная tablica, yəni pivot cədvəli. Məlumatı göstəririk, yəni belə. Və bu vərəqdə, yəni yeni vərəqdə yox, bu vərəqdə yarat əmrini veririk sistemə. Buradan kodu gətiririk sətirlərə, fərqi isə gətiririk значение, yəni nəticəyə. Bu belə bir cədvəl alınır. İndi fikir veririk, burada keçirik Glavная Home tabına və buradan sıralamanı veririk yuxarıdan aşağı, yaxud aşağıdan yuxarı. Görürsünüz burada 1-1 fikir verildi. 55-94. Görürsünüz 55-94. 1 göstərir. 43-40. 1 göstərir. 55-95. 1 göstərir və 43-38 1 göstərir. Yəni hansı kodları biz burada yağlı göstərmişik, onların qabağında burada 1 göstərir. Yəni bu o deməkdir ki,
Bu kodlar unikaldır. Yəni birinci cədvəldə var, ikinci cədvəldə yoxdur. İkinci cədvəldə var, birinci cədvəldə yoxdur. Burada isə görürsünüz, başqa kodların hamısında 2-dir. Bu demək ki, bu kodlar, yəni buradan bura qədər bütün kodlar həm birinci cədvəldə var, həm də ikinci cədvəldə var. Yəni bunlar unikal deyillər. Pivot cədvəllərinin müsbət cəhəti nədir? VPR funksiyası ilə müqayisə etsək, VPR funksiyası çox ləng işləyir. Yəni burada cəmi biz 33 nomenklatura, yəni 33 kod yoxladıq. Ola bilsin, tutalım ki, dükanda 20.000, 30.000, 40.000, 50.000, bəlkə də 100.000 kodlar var. Yəni malların kodları var. Onda VPR funksiyasını istifadə etsək, çox gec işləyəcək. Pivot cədvəli isə çox tez işləyir. Düzdür. Mənfi cəhəti odur ki, pivot cədvəlini yaratmaq üçün əvvəlcədən hazırlıq işləri görmək lazımdır. Görürsünüz, burada fərqi yazdıq, sonra burada cədvəlləri göstərdik, nə hansı cədvələ aiddir. VPR funksiyasında bunu eləmək ehtiyac yoxdur. Ona görə də baxıb görürsünüz. Yəni, əgər məlumat azdırsa, deyək ki, 100 nomenklatura var, 200, 300, yaxud 500, 1000, onda VPR-dən istifadə eləmək olar. Yaxud şərtli formatlaşdırmadan. Yox, əgər cədvəllərin nomenklaturanın sayı çoxdursa, onda pivot cədvəllərindən istifadə eləmək olar. Bu günə bu qədər. Gələn dərsdə mən bir dənə də üsul sizə göstərəcəyəm. Və əgər bu birinci 3 üsulda biz bütün müqayisələri bir vərəqin üzərində eləyirdik, yəni cədvəlləri, 2 cədvəli bir vərəqdə yerləşdirdik. 4-cü üsulun köməyi ilə biz bu 2 cədvəli ayrı-ayrı fayllarda yerləşdirib bir-biri ilə müqayisə edəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.